Hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Bugün də hər zaman olduğu kimi studiyamızın qonağı var. Studiyamızın qonağı sənətşünas, alim, mədəniyyət üzrə ekspert Qalib Qasımovdur. Qalib müəllim, xoş gəlmisiniz studiyamıza. Xoş gördük. Necəsiz? Biraz tamaşaçılarımıza özünüzü yaxından tanıdın. Qısacası desəm, müəlliməm, sənətşünas, aliməm, mədəniyyət üzrə ekspertəm dediyiniz kimi və mən özüm haqqında biraz ətraflı danışası olsam, Qərbi Azərbaycanda Göyçə mahalında anadan olmuşam. 10 yaşıma qədər indiki Ermənistan adlanan Qərbi Azərbaycanda yaşamışam. Rəssamlıq Akademiyasının məzunuyam. Qısacası bu qədər. Bayaq da qeyd etdiyiniz kimi, siz uşaqlıq dönəmindən artıq Qərbi Azərbaycandan ayrılmışsınız. O dönəmi necə xatırlayırsınız? O dönəmi həyatımın ən ağır illəri kimi xatırlayıram. Çünki 10 yaşındaydıq və bir insanın, böyük bir elin, böyük bir, necə deyirlər, insan kütləsinin, auditoriyasının birdən-birə zorla, sistematik şəkildə öz tarixi torpaqlarından köçürülməsi, deportasiyaya məruz qalması və əlbəttə ki, ağır verici bir hadisədir və hesab edirəm ki, uşaqlıq illərimin ən ağır dönəmi də məhz o dövrlər idi. Qısa bir vaxt verilmişdi bizim öz doğma evimizi tərk eləmemiz üçün. Bu güvənlik məsələləri var idi, təhlükəsizlik məsələləri var idi. Hamı kimi biz də çıxmaq məcburiyyətində idik, nə qədər istəməsək də. Amma bu məcburiyyət idi, seçim deyildi. Ona görə biz Azərbaycana gəldik və Azərbaycanda məskunlaşaraq burada həyatımıza davam etməli olduq. Elə məhz Bakıya köçdünüz? Xeyr, mənim valideynlərim o vaxtki Xanlar rayonu, indi Göygöl rayonu adlanır, ora köçdülər. Mən də bir müddət orta məktəb bitirənə qədər orada yaşamışam. Sonra hərbi xidmətdə olmuşam, təhsil illərim olub. Beləliklə Bakıda. Rəssamlıq neçə yaşından ümumiyyətlə, ilk belə deyək, rəsminizi xatırlayırsınızmı, neçə yaşında? Mən rəssamlıq sənəti ilə, əslində bu sahəyə gələndə rəssamlıq sənəti ilə və sənətşünaslıqla məşğul olmaq kimi bir fikrim yox idi. Rəssamlıq akademiyasına qəbul olunduqdan sonra mən harda oxumağın önəmli olmadığını başa düşdüm, necə oxumağın önəmli olduğunu başa düşdüm. Və hesab elədim ki, bu ixtisas həqiqətən ölkəmiz üçün, xalqımız üçün və bu günlər üçün lazım olan bir ixtisasdır. Və mənim müəllimlərim məni inandırdılar və mən hesab edirəm ki, onlar mənim həyatımda böyük bir iz qoydular bu işi görməklə. Və beləliklə mən incəsənət sahəsində bilikləri çalışdım ki, dərindən öyrənim və bu istiqamətdə də davam edeyim. Akademiyanı bitirdiyimdən hələ magistraturada oxuyanda Azərbaycan İstiqlal Muzeyində bələdçi vəzifəsində işə başlamışdım. Sonradan magistraturanı bitirəndən az sonra məni Mədəniyyət Nazirliyinə işə qəbul etdilər. Orada ən kiçik vəzifədən, stajçı məsləhətçi vəzifəsindən sektor müdürü vəzifəsinə qədər 15 il müddətində çalışmışam. Həmçinin 3 il müddətində də, indi ola bilər ay fərqi olsun, Qərbi Azərbaycan icmasının aparat rəhbəri olaraq çalışmışsınız. 3 il müddətində bəli, mən Qərbi Azərbaycan. Və bir çox mühüm tədbirlər təşkil olunub, işlərdə çalışmışsınız. Onun barədə də bizə məlumat verin. Bəli, mən 3 il 6 ay Qərbi Azərbaycan icmasında çalışmışam. Onun 6 ay şöbə müdürü, son 3 ilin isə... İlk yaranma dönəmindən oradasınız da, səhv etmirəmsə. Mən icmanın yarandığı, binanın təmiri olunduğu ilk günlərdən oradaydım. Beləliklə, həyat belə gətirdi ki, mən orada bir 3 il yarım çalışmalı oldum. Və hesab edirəm ki, o illər də kifayət qədər səmərəli illər oldu. Qərbi Azərbaycan icmasının təşkilatlanması, yeni bir qurum kimi fəaliyyətə başlaması, onun aparatının işinin təşkil edilməsi, işlək mexanizmlərinin qurulması, ümumiyyətlə kargüzarlıqdan başlayaraq da böyük beynəlxalq səviyyəli tədbirlərin həm Azərbaycanda, həm də xarici ölkələrdə təşkili ilə bağlı bütün təşkilatı məsələlərin o alt planında çalışmaq mənim üçün böyük bir təcrübə, eyni zamanda bu missiya idi. Mən Qərbi Azərbaycan icmasında çalışdığım illəri iş kimi qiymətləndirmirəm, onu mən qiymətləndirirəm bir missiya kimi Qərbi Azərbaycana
bizim tarixi torpaqlarımıza qayıtmaq üçün az da olsa nəsə eləmək kimi. Azərbaycanda bəllidir, bir çox tədbirlərdə də görülən işlər həqiqətən göz qabağındadır. Xaricdə necə? Hansı əsas mühüm işlər görülüb? İcmanın əsas fəaliyyət istiqamətləri... Artıq bir neçə, üzr istəyirəm, ölkələrdə də tədbirlər keçirilibdir. İcmanın fəaliyyətini ümumiyyətlə iki əsas istiqamətdə qiymətləndirmək olar. Onlardan biri xarici və beynəlxalq ictimai diqqətin cəlb olunması ilə bağlıdır bu məsələ ətrafında. O baxımdan bizim diplomatlarımız və Qərbi Azərbaycan icması ümumiyyətlə çox böyük işlər görüblər. Təkcə onu deyə bilərəm ki, 330-dan çox bəyanat verilib. Qərbi Azərbaycan icması qayıdış konsepsiyasını qəbul edib və bu qayıdış konsepsiyası da daxil olmaqla icmanın 11 sənədi BMT-nin aidiyyatı qurumları tərəfindən BMT-nin rəsmi sənədi kimi yayılıbdır. Bundan əlavə bizim diplomatlarımızın fəaliyyəti sayəsində İslam Əməkdaşlıq Konfransı çərçivəsində də bir çox tədbirlər görülüb, qətnamələr qəbul edilibdir. Bu Bancul zirvə görüşü, İstanbul zirvə görüşü, Xankəndidə keçirilmiş tədbir zamanı qəbul olunmuş kommunikəyə Qərbi Azərbaycan məsələsinin daxil edilməsi ilə bağlı məsələlər bura əlavə oluna bilər. Eyni zamanda Qərbi Azərbaycan icması tərəfindən Almaniyada, İspaniyada, İordaniyada və Türkiyədə beynəlxalq səviyyəli konferanslar təşkil olunub və bu konferanslarda xarici ölkələrdən iştirak olan çoxsaylı ekspertlər, bu sahə ilə maraqlanan politoloqlar, jurnalistlər, hüquqşünaslar, tarixçilər iştirak ediblər və Qərbi Azərbaycan məsələsi ətrafında onlar kifayət qədər məlumatlandırılıblar və ümumiyyətlə dünyadakı qaçqınlıq məsələsi və eləcə də bu kontekstdə Qərbi Azərbaycan qaçqınlarının hazırki durumu və vətənə qayıdış istəklərinin həyata keçirilməsi ilə bağlı görülmüş işlər, onların münasibəti, bütün bunlar ətrafında belə bir müzakirələr təşkil olunub və bu müzakirələrin yekunu olaraq mən deyə bilərəm ki, beynəlxalq müstəvidə bütün səsləndirilən fikirlər onu deməyə əsas verir ki, Qərbi Azərbaycandan etnik təmizləməyə məruz qalmış, zorla sistematik şəkildə öz torpaqlarından çıxardılmış insanların ora qayıdış hüquqları beynəlxalq hüquqla tam dəstəklənir. Bəli, mövzumuz Qərbi Azərbaycan və rəssamlıqdırsa, mütləq şəkildə biz Mirzə Qədim İrəvani sənətindən danışmalıyıq. Bəli, Mirzə Qədim İrəvani ümumiyyətlə Azərbaycan rəssamlıq sənətində çox böyük rol oynamış. Realist rəssamlıq və dəzgah rəssamlığının inkişafına böyük töhfələr vermiş tarixi şəxsiyyətdir. Sevindirici hal idi ki, ölkəmizin ali rəhbərliyi tərəfindən onun 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalanmışdı və bu sərəncam bizə imkan yaratdı ki, Mirzə Qədim İrəvanini sanki özümüz üçün bir də yenidən müasir baxış aspektindən təzədən dərk eləyək, onu yenidən öyrənək, onun yaradıcılığını, həyat və fəaliyyətini. Bu çox əlamətdar bir hadisə idi. Eyni zamanda Mirzə Qədim İrəvaninin yaratdığı əsərlərin bir çoxu, təəssüflər olsun ki, erməni vandallığının qurbanı olub deyə bilərik. Onun vaxtilə çalışdığı İrəvan Xan Sarayı artıq darmadağın edilib. Onun interyerini bəzəyən rəsm əsərləri bir çoxu da məhv olub. Amma xoşbəxtlikdən onun bəzi əsərləri zamanında Tiflis muzeylərinə köçürülüb. O vaxt Tiflis Qafqazın əsas mərkəz şəhərlərindən biri hesab olunurdu. Beləliklə, Mirzə Qədim İrəvaninin yaradıcılığını yenidən kəşf etmək üçün bu sərəncam bizim üçün yeni bir, dediyim kimi, istiqamətlər açdı və Mirzə Qədim İrəvaninin sərgiləri təşkil olundu Bakıda. Onun haqqında 3 kitab nəşr olundu. Onlardan biri Xalq Bankının Xalq Əmanəti layihəsi çərçivəsində həyata keçirildi. Digəri Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə çap olundu bir kitab və Milli İncəsənət Muzeyində, eləcə də Xalq Bankda onun əsərlərindən ibarət sərgi təşkil olundu.
Eyni zamanda BIP-nin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzinin birgə fəaliyyəti ilə Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr olunmuş yeni və tamamilə başqa belə baxışları özündə əks elətdirən bir kitab da çap olundu. Nərgiz Cabbarlının müəllifliyi ilə. Bu kitabın da ön sözünün müəllifi mən olmuşam. Və bu görülən tədbirlər Mirzə Qədim İrəvanini tanıtmaqla bərabər eyni zamanda bizə onu göstərdi ki, biz tarixin izlərini silmək çalışmaq olar, amma bu heç də həmişə axıra qədər mümkün olmur. Çünki yaradıcılıq elə bir sahədir ki, o heç vaxt yaddan çıxmır, o heç vaxt tamamilə izlərini silmir. Ona görə Mirzə Qədim İrəvaninin əsərləri yaşayır və o yaşadıqca Qərbi Azərbaycan tarixinin, İrəvanın tarixinin böyük bir hissəsi də məhz onun əsərləri ilə yəni yaşayır və bu günlərə qədər gəlib çatır. O aydın təsəvvür yaradır ki, Qərbi Azərbaycan və İrəvan xanlığının bədii, mədəni, estetik görüşlərini, fəlsəfi dünya baxışlarını özündə əks etdirir bu əsərlər. Yəni bir rəssamın 200 il bundan öncə doğulması, yetişməsi üçün orada bir mühitin olması lazım idi. Bu mühitin olması üçün də insanlar, əhali orada tarixən köç salmış, oranın əbədi və əzəli sakinləri olmalı idi ki, onlar orada öz belə mədəniyyət nümunələrini yaradacaq qədər inkişaf eləsinlər. Beləliklə, Mirzə Qədim İrəvaninin həm də adının əbədiləşdirilməsi üçün də müvafiq addımlar atıldı. Bizim üçün mədəniyyət və incəsənət sayəsində çalışan insanlar üçün, eyni zamanda Qərbi Azərbaycan nəsilli insanlar üçün çox mənadar bir hadisə baş verdi ki, Qərbi Azərbaycan icmasının binasının yerləşdiyi küçəyə Mirzə Qədim İrəvaninin adı verildi. Bu həqiqətən belə insanların həm kövrək hisslərinə toxundu, həm də böyük bir rəğbətlə qarşılandı. Ona görə ki, məhz Qərbi Azərbaycan məsələsi ətrafında görülən işlərin bir çoxu həmin binada həyata keçirilir. O insanların toplaşma məntəqəsi, Qərbi Azərbaycan məsələləri ilə bağlı müzakirələrin aparılması o binada baş verir. Ona görə həmin küçəyə də Mirzə Qədim İrəvaninin adının verilməsi bizlərin həqiqətən də hədsiz sevincinə səbəb olmuşdur. Mirzə Qədim İrəvaninin ümumiyyətlə görünüşü bu zamanımıza qədər gəlib çatmayıb. Mirzə Qədim İrəvaninin yaradıcılığında bir neçə portretlər olubdur. Bəziləri onun bir əsərini hesab edirlər ki, o portret əsəridir. Hesab edirlər ki, burada müəllif bəlkə də öz avtoportretini yaradıb, amma sonradan tədqiqatlar göstərdi ki, yox, onun avtoportreti deyil. Amma bizim müasir rəssamlarımız çalışıblar Mirzə Qədim İrəvaninin portretini yaratsınlar və bu bayaq bəhs etdiyim Nərgiz Cabbarlının kitabında da öz əksini tapıbdır həmin əsər. Mən hesab edirəm ki, bu istiqamətdə çox işləmək olar. Eyni zamanda Mirzə Qədim İrəvaninin barelyef şəklində də bir belə heykəltaraşlıq əsəri kimi də portretinin işlənməsi olmuşdur. Bu Qərbi Azərbaycan icmasının Azərbaycan Rəssamlar Akademiyası ilə birlikdə təşkil elədiyi rəsm müsabiqəsi idi və həmin rəsm müsabiqəsində iştirak edən rəssamlardan biri Mirzə Qədim İrəvaninin belə bir portretini yaratmağa çalışmışdı. Hesab edirəm ki, uğurlu nəticələr var, amma bu istiqamətdə davam eləmək olar və Mirzə Qədim İrəvaninin hamımızın təsəvvüründəki, hamımızın qəbul eləyəcəyimiz bir obrazın yaradılması mümkündür. Nərgiz xanımla söhbətimiz əsnasında, amma deyəsən tam təsdiqini tapmamışdı. Mirzə Qədim İrəvaninin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı adına küçəyə verilməsi bizim hamımızı həqiqətən çox sevindirmişdi. Bu çox mənadar bir hadisə idi. Eyni zamanda onun portretinin yaradılması ilə bağlı da bizim rəssamlar tərəfindən bir sıra cəhdlər göründü və bu portretlərin yaradılması və ortalığa çıxan əsərlərin sənətşünaslıq nöqteyi nəzərindən təhlili onu deməyə əsas verir ki,
bizim rəssamlarımız yəqin ki, bu mövzu ətrafında onun portretinin yaradılması mövzusunda çalışa bilərlər və hamının təsəvvüründəki, xəyalındakı Mirzə Qədim İrəvani obrazını canlandıra bilərlər və onun, belə deyim, hamı tərəfindən qəbul oluna biləcək bir obrazı da yaradıla bilər. Bir rəssam olaraq Mirzə Qədim İrəvaninin əsərlərini izləyərkən onun xarakterini necə qiymətləndirirsiniz? Mirzə Qədim İrəvani bir şəxsiyyət olaraq ümumiyyətlə yaradıcı insan olub və bütün hadisələrə o sadəcə bir rəssam gözü ilə yox, eyni zamanda öz dövrünün ziyalısı, oxumuş insanı və əsl öz xalqının keçmişi və gələcəyi barədə düşünən insan kimi göz önündə canlanır. Çünki onun əsərləri yalnız, belə deyim, keçmişin qalıqları əsasında, keçmişin xatirələri əsasında yox, eyni zamanda gələcəyə yönəlmiş belə müdrik rəsmlərdir. Gözəlliyi tərənnüm eləyir. Öz yaradıcılığında öz dövrünün tanınmış xadimlərinin portretlərini yaradır və bütün bunlarla yanaşı özünün o, belə deyim, həyatında, yaradıcılığında bu məsələlərə yer verməsi və bütün bu yaradıcılığına bir fəlsəfə və nöqteyi nəzərindən yanaşmağı onu həm də bir belə sadə insan yox, sadə yaradıcı yox, eyni zamanda onu bir estet kimi təhlil etməyə, görməyə, təsəvvür etməyə imkan yaradır o məsələ. Qərbi Azərbaycan mövzusunda gənclərin fəaliyyətini necə dəyərləndirirsiniz? Gənclərin fəaliyyətini kifayət qədər belə fəal, aktiv, bu məsələ ətrafında bilikli və belə vətənpərvərlik nöqteyi nəzərindən də dediyim kimi güclü hesab edirəm. Bizim ümumiyyətlə Azərbaycan gəncliyi ilə fəxr eləməyə haqqımız var. Ona görə ki, onların biliyi, istedadı, gələcəyə baxışları, bacarıqları, müasir Azərbaycanın gələcək taleyində rol almaq istəkləri, eyni zamanda bu gün ölkəmizdə həyata keçirilən bir çox proseslərdə yaxından iştirak etmək istəkləri həqiqətən elə onlarla qürur duymağa imkan yaradır. Və bizim gənclərimizin arasında kifayət qədər istedadlı insanlar var. Onların içində Qərbi Azərbaycan məsələsi ilə birbaşa məşğul olan, bu və ya digər tədbirlərdə bizimlə birlikdə olan, eyni zamanda könüllülük fəaliyyəti çərçivəsində də bizlərə dəstək olan, məlumatlandırma, tədbirlərin keçirilməsi, insanların bu məsələ ətrafına daha sıx cəlb olunması istiqamətində çox belə fəal iştirak edirlər. Bilirsiniz, Qərbi Azərbaycan icmasının bir neçə şurası var. O şuralardan biri də Gənclər Şurasıdır. O şuraya Milli Məclisin komitə sədri, hörmətli Şahin İsmailov rəhbərlik eləyir və onun rəhbərliyi altında keçirilən böyük tədbirlər həqiqətən də təqdirə layiq idi və mən hesab edirəm ki, o xüsusilə də futbol, idman sayəsində məlumatlandırma sessiyalarının təşkil olunmasında, gənclərlə görüşlərin təşkil olunmasında, universitetlərdə, ayrı-ayrı görüş salonlarında gənclərin fəallığı, onların verdikləri suallar, Qərbi Azərbaycan məsələsi ilə dərindən maraqlanmaları bu məsələ ətrafında onların kifayət qədər belə qənaətbəxş səviyyədə məşğul olduqlarını göstərir və bizi sevindirir. Bəs rəssam olaraq gənclərin rəssamlığa bugünkü gündə yanaşması, belə deyək, nə dərəcədədir? Rəssamlıq ümumiyyətlə çox maraqlı yaradıcılıq bir sahəsidir və rəssamlıqla məşğul olmaq bəlkə də hamımızın uşaqlıq arzusudur. Bəlkə də hamımız uşaq vaxtı əlimizə karandaş və ya rəngli quaş və hansısa başqa vasitələri əldə edib müəyyən bir təsvirlər çəkməyə, öz fantaziyamızı təsvir müstəvisi üzərində, kağız, vərəqlər üzərində çəkməyə, əks etdirməyə çalışmışıq. Ona görə mən hesab edirəm ki, uşaqlar ən güclü rəssamlardır. Çünki onlar istədiklərini, istədikləri formada, istədiyi rənglərdə kağız üzərinə köçürə bilirlər və öz təxəyyüllərində böyüklərə nisbətən daha azaddılar.
Amma gənclərin də bu sahəyə marağı kifayət qədər çoxdur. Ölkəmizdə rəssamlıq təhsili verən bir neçə ali təhsil müəssisəsi var. Onlardan ən başlıcası Azərbaycan Rəssamlar Akademiyasıdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təsviri sənət ixtisası var, fakültə var və bu sahədə də çox fəal işlər görürlər. Eyni zamanda Əzim Əzimzadə adına ənənəvi bizim rəssamlıq kolleci var. Bu kollecin tarixi 1920-ci illərdən başlayır və beləcə müxtəlif, hətta orta təhsil səviyyəsində də bizim 1-ci sinifdən 9-cu siniflərə qədər ölkəmizin bütün orta məktəblərində, ümumtəhsil məktəblərində təsviri sənət fənni tədris olunur. Bu demək ki, maraq da var və o demək ki, bu insanların arasında kifayət qədər istedadlı insanlar sonradan bu sənəti özü üçün məhz bir peşəyə çevirmək istəyirlər. Və hər ildən ilə həm Rəssamlıq Akademiyasına, həm Mədəniyyət və İncəsənət Universitetinə, eləcə də Əzimzadə adına Bakı Rəssamlıq Kollecinə qəbul edilmək istəyən abituriyentlərin, şagirdlərin sayı çoxalır və bu dinamika özünü göstərir. Ona görə hesab edirəm ki, gənclərimiz bu sahədə çox böyük belə işlər görürlər. Kifayət qədər yaradıcılıq baxımından, istedad baxımından, təhsil müəssisələrində öyrəndiklərinin, müəllimlərdən öyrəndiklərini öz praktik təcrübədə həyata keçirmək baxımından çox belə nailiyyətlər əldə edirlər. Bu da bizi sevindirir. Müsahibələrinizin birində qeyd etmişsiniz ki, bəzi əsərlər ölkədən çıxmamalıdır. O hansı əsərlərdir və niyə çıxmamalıdır? Azərbaycan rəssamlarının yaradıcılığını təhlil edəndə bu məsələyə bir neçə istiqamətdən yanaşmaq lazımdır. O məsələdən ki, elə rəssamlarımız var ki, məsələn, Səttar Bəhluzadə, Toğrul Nərimanbayev, Tahir Salahov, Əşrəf Murad, Cavad Mirzavadov, Tofiq Cavadov, sayını kifayət qədər çox artırmaq mümkündür. Bu rəssamların yaradıcılığı bizim ölkəmiz üçün bir milli sərvət hesab olunur. Onların yaradıcılığının tam komplektləşdirilmiş şəkildə bizim muzeylərdə qorunması daha məqsədə uyğundur. Çünki biz o rəssamların yaradıcılığını təhlil eləyəndə və yaxud da onların yaradıcılığını bizim gələcəkdə muzeylərimizdə və sərgi qaleriyalarımızda müxtəlif bizdən sonra gələn nəsillərə ötürmək üçün onları qoruyub saxlamalıyıq. Onların bir milli dəyər statusu olmalıdır. O baxımdan elə əsərlər var ki, onların ölkədən çıxarılması həqiqətən də düzgün hesab olunur. Bunun üçün Mədəniyyət Nazirliyinin nəzdində Dövlət Ekspert Komissiyası var və bu ekspert komissiyası hansı əsərlərin ölkədən çıxarıla bilməsinə dair müvafiq icazə sənədləri verirlər. Hansı əsərlər ki, ölkədən çıxarılması ekspertlər tərəfindən məqsədə uyğun hesab olunmur, onda onlar ölkədən buraxılır. Bir müddət öncə rəssamlar rəsm əsərlərini baha qiymətə satmaq üçün qonşu ölkələrə üst tuturdular. İndi vəziyyət necədir? Burada bir neçə məqam var, ona diqqət yetirmək lazımdır. Ümumiyyətlə, Azərbaycan rəssamlarının əsərlərinin xarici ölkələrə çıxarılması, onların sərgilərdə nümayiş etdirilməsi, eyni zamanda xaricdəki müxtəlif belə deyim, şəxsi kolleksiyalara və ya ümumiyyətlə muzey tipli kolleksiyalara çıxarılması bizim ölkəmizin mədəniyyətinin və incəsənətinin təbliğ olunması üçün əlavə bir imkandır. Bu eyni zamanda ölkədə o mədəniyyət sənayesinin inkişafına, o kreativ industri deyirlər, onun inkişafına verilə biləcək bir töhfədir. Dünyanın bir çox ölkələrində bu praktika tətbiq olunur və bəzi xarici ölkələrdə yaradıcılıq sənayelərinin gələn gəlirlər, nəqliyyat, logistika kimi sahələrdən daha çox gəlir gətirir. Mən sizə bilirəm ki, bizim ölkəmizdə də bu praktika tətbiq olunmalıdır və Azərbaycan rəssamlarının əsərlərinin bir neçə rəssamlarımızın əsərləri Sotheby's auksionunda satılıbdır indiyənə qədər. Məsələn, Toğrul Nərimanbayevin Qoç əsəri satılıbdır. Mirnadir Zeynalovun xalq rəssamımız idi, onun əsəri satılıb. Mahmud Rüstəmovun əsəri satılıb. Fərhad Xəlilovun əsərləri satılıb və s. Bu sıranı da genişləndirmək olar. Bunların o beynəlxalq səviyyəli auksionlarında özlərinə alıcı tapması, bu bir daha bizim rəssamlarımızın
o yaradıcılıq gücünün göstəricisidir. Eyni zamanda ölkəmiz üçün belə yaxşı göstəricidir ki, bunlara maraq var. Mən sizə Fransa İncəsənət Akademiyasının daimi katibi Arnaud Dautrevin vaxtilə mənə dediyi bir sözü xatırlatmaq istəyərdim. Elə maraqlı olar hesab edirəm. O, bizim Milli İncəsənət Muzeyini, Müasir İncəsənət Muzeyini gəzəndən sonra mənə demişdi ki, Azərbaycan rəssamlarının əsərləri dünyanın bir çox ölkələrində, istənilən muzey və qaleriyalarında nümayiş etdirməyə qadirdir, layiqdir. Bu çox böyük hadisə idi. Yəni, bu çox böyük verilən bir qiymət idi. Bilirsiniz, Fransız İncəsənət Akademiyasının çox böyük tarixi var və ənənələri var. O baxımdan belə bir qiymətin verilməsi həqiqətən qürur vericidir. Və mən bu mənim üçün yenilik olmasa da, mən bilirəm ki, bir çoxları üçün yenilik idi. Yəni, Arnaud Dautrevin bu sözünü işlətməsi. Hesab edirəm ki, bu bizim rəssamlarımızın yaradıcılıq gücünün bir daha belə nümayişi deməkdir. Azərbaycanda da bir çox tədbirlər görülür, rəsm əsərlərinin alınması, satılması ilə bağlı. Bu istiqamətdə bir neçə imkanlar mövcuddur. Bu, biri rəssamların özlərinin fərdi qaydada satışlarını təşkil etməsidir. Fərdi yaradıcılıq sərgilərinin keçirilməsidir, qrup sərgilərinin keçirilməsidir. Zamanında Respublika rəssamlarının birinci satış sərgisi təşkil olunmuşdu. O sərginin təşkilatçılarından biri mən idim və bu çox maraqlı bir hadisəyə çevrilmişdi. Eyni zamanda Bakıda biz 2 dəfə bunun əsasını qoymağa çalışdıq. Sotheby's-in metodları əsasında auksion təşkil etdik və bu auksionlarda Azərbaycan rəssamlarının əsərləri satıldı. Çox maraqlı idi ki, o əsərlərdən birinin də alıcısı yerli kolleksiyaçılarla yanaşı, birinin də alıcısı xarici olan kolleksiyası idi. Bu deməkdir ki, bu istiqamətə də maraq var. Mən isə bilirəm ki, ölkəmizin iqtisadi inkişafı, insanların maddi rifahının yaxşılaşması ona imkan verəcək ki, gələcəkdə bizim ölkəmizdə də bu cür auksionlar təşkil olunsun və mən çox arzu edirəm ki, bizim insanlarımız rəsm əsərini almağı, onu öz evində nümayiş etdirməyi bir adət halına salsınlar. Onu bir, belə deyim, iftixar vasitəsi kimi görsünlər, ondan qürur duysunlar ki, onların evlərində özlərinin seçimindən asılı olaraq hansı rəssamın əsəri olsun. Çünki bu bir çox məsələlərdən xəbər verəcək. Onun evinə gələn insanın estetik zövqünü, dünya baxışını göstərəcək. Eyni zamanda o evdə tərbiyə alan uşaqlar, mən öz təcrübəmdən bunu bilirəm, o evlərdə ki, rəsm əsərləri var, nümayiş olunur və o mühitdə böyüyən uşaqların intellektual inkişaf səviyyəsi digər uşaqlardan və onların ümumiyyətlə həyata baxışları da digər uşaqlardan bir qədər fərqlənir. Bunu mən əminliklə deyə bilərəm. Auksionlardan söz düşmüşkən elə yetəri qədər yüksək məbləğə satılan əsərlər olub. 70.000 manat civarında satışlar olubdur. Niyə auksionçular arasında belə deyək də, xarici auksionçular azlıq təşkil edib? Bunun üçün nə işlər görmək lazımdır? Daha da cəlb etmək üçün auksionçular Azərbaycana. Onun üçün auksion təşkil edən qurumlarla, xüsusilə də xaricdə Sotheby's, Christie's, Art Hong Kong var, deyək ki, Art Basel var, Art İstanbul var, Contemporary İstanbul var və s. Bu kimi platformalarda Azərbaycan rəssamlarının əsərlərini nümayiş etdirmək lazımdır. Bu istiqamətdə işlər gedir. Mən deməzdim ki, getmir. Kifayət qədər belə çox işlər görülübdür. Xüsusilə də Azərbaycan 2007-ci ildən başlayaraq hər il Venesiya Biennalisində iştirak edir və Azərbaycan rəssamları orada öz əsərlərini təqdim edirlər. Bu Heydər Əliyev Mərkəzinin belə təşəbbüsü ilə, onların təşkilatçılığı ilə son illərdə belə çox güclü Azərbaycan pavilyonları təşkil olunur və bu pavilyonlarda Azərbaycan rəssamlarının iştirak etməyi, ümumiyyətlə Venesiya Biennalisində Azərbaycan pavilyonunun olmağı bizim ölkəmizə əlavə mədəni avantajlar qazandırır.
Rəssamlarımız fərdi qaydada da müxtəlif beynəlxalq sərgilərdə iştirak edirlər, dəvət alırlar. Bütün bunlar hamısı ölkəmizin incəsənətinin tanınmasına və bizim rəssamlarının da ayrı-ayrılıqda tanınmasına səbəb olan hadisələrdir. Amma bu bir prosesdir. Ölkə bu prosesdən keçməlidir və müasir o brending məsələsi ətrafında öz brendini yaratma məsələsi ətrafında çalışmalıdır bizim rəssamlarımız. Bilirsinizmi, biri var yaradıcılıq məsələnin, yaradıcılıqla məşğul olma tərəfləri. Bir də var ki, öz yaradıcılığını təbliğ etmək, onu dünya miqyasında göstərmək bacarığı. Bunlar iki fərqli müstəvidə baş verən hadisələrdir. O baxımdan bizim ölkəmizdə kuratorluğun institutunun da inkişafına ehtiyac var. Çünki rəssamlar yaradıcı insanlardır. Onlar daha çox yaradıcılığa vaxt ayırmağa həvəslidirlər və yaradıcılığa vaxt ayırırlar. Demək ki, bunların yaradıcılığının təbliğatı ilə məşğul olan başqa bir institut olmalıdır. O institut da kuratorluq institutudur. Xarici ölkələrin bir çoxunda bu kuratorluq institutu özünü çox effektiv şəkildə göstərir və kuratorlar ayrı-ayrı rəssamların yaradıcılığının təbliğatı ilə məşğul olurlar. Həm özləri qazanırlar, həm o rəssamların brendingini təşkil edirlər və onların belə deyim, yaradıcılığının təbliğatına böyük töhfələr verirlər. Onlar dünyada tanınmasına səbəb olurlar. Dünya bazarında rəqabətə davamlı yaradıcılıq əsərləri ilə çıxmaq var və onun müasir üsulları, metodları, iqtisadi riçaqları var. Ondan istifadə etmək bacarıqları lazımdır. Bu istiqamətdə də mən deməzdim ki, belə pessimist yanaşmaq lazımdır. Nikbinlik üçün kifayət qədər əsaslar var. Mən isə bilirəm ki, bu məsələ bir perioddan sonra öz həllini tapacaq. Daha biz tez-tez şahid olacaq ki, Azərbaycan rəssamların əsərləri xarici ölkələrdə, kolleksiyalarda dəyər qazanıbdır və böyük, necə deyərlər, məbləğlərə satılıbdır. Mən buna inanıram. İnşallah daha da böyük məbləğlərə satılmaq ümidi ilə. Sonda sualımı Qərbi Azərbaycanla yekunlaşdırmaq istəyirəm. Qərbi Azərbaycana qayıdışı necə təsəvvür edirsiniz? Bu məsələyə iki belə aspektdən yanaş. İki cür baxmaq olar, iki aspektdən baxmaq olar. Onlardan birincisi mənim fərdi təsəvvürümdür. O mənim uşaqlıq xəyallarımla bağlıdır. Biz oradan çıxanda evimizdə güllər var idi. O gülləri qonşumuza necə desəm, əmanət eləyirdim ki, siz bu gülləri götürün, saxlayın. Qonşumuz da görürdüm ağlayır. Mən hesab edirdim ki, biz qış idi, dekabr ayıdır. Mən hesab edirdim ki, biz yazda ora qayıdacağıq və yenidən o güllər bizə gəlməlidir. Və heç elə təsəvvür eləmirdim ki, hamı çıxmaq məcbur. O vaxt mən, belə deyim, 10 yaşım var idi, belə görürdüm. Və mən, hətta qardaşımın xizəyi var idi. O xizəyi də öz sinif yoldaşına etibar edirdi ki, saxla, mən gələn il gələndə, yazda qaydanda bunu səndən götürəcəm. Mən hesab edirəm ki, mənim təsəvvürümdə o vaxtdan belə qalıb ki, biz ora bahar fəslində qayıdacağıq. Təbiətin oyanışı ilə birlikdə bizim ora qayıdış hüquqlarımız da həyata keçəcək. Amma hüquqi nöqteyi nəzərdən baxdıqda, bu Ermənistan dövlətinin, Ermənistan hakimiyyətinin bu məsələyə yanaşmasından daha çox asılıdır. Təbii ki, bu istiqamətdə çox işlər görülüb və bundan sonra da görülməlidir ki, insanlar, belə deyim də, beynəlxalq hüququn bu universal prinsip olan qayıdış hüquqlarından istifadə etsinlər və dünyada, ümumiyyətlə, dünya təcrübəsində də bu var ki, bu tipli münaqişələrin həllinin yeganə, belə, kökündən həllinin əsasında qaçqınların öz doğma evlərinə təhlükəsiz, sülh və ləyaqətli şəkildə qayıdışı dayanır. Sülh və təhlükəsiz şəkildə ləyaqətli qayıdış prinsipləri gözlənilməklə insanlarımızın ora qayıdışını təmin edə bilsək, mən inanıram ki, buna nail olacağıq və o zaman bütün bu məsələlərin kökündə dayanan o nifaq və belə deyim də barışmaz görünən məsələlərin də həllinə nail olmaq mümkün olacaq. Belə. Sonda tamaşaçılarımıza və sizə təşəkkürümü bildirirəm və hesab edirəm ki, qoy hər kəs belə öz evində bir rəsm əsəri alıb asmaq
və ya ad günlərində, xoş günlərində bir-birinə rəsm əsərlərini hədiyyə etmə ənənələrini qazansınlar. İnşallah. Sonda studiyamıza gəldiyiniz üçün, dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə sonsuz təşəkkürümüzü bildiririk. Beləcə bugün də verilişimizin sonuna çatdıq. Bugünkü qonağımız sənətşünas, alim, mədəniyyət üzrə ekspert Qalib Qasımov idi. Sağ olun, gələn görüşlərdə görüşənədək.